paytaxt ərazisində mənzillərdən oğurluq edən dəstə ələ keçib. Binəqədi rayon polis idarəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan dəstənin 3 üzvü saxlanılıb. Bunlar Mingəçevir şəhər sakinləri 24 yaşlı İnqilab Hüseynov, 18 yaşlı Orxan Əzizov və 20 yaşlı Rəvan Güləliyevdir. Uşaqlar gönüldə gəzirdilər, axtarırdılar, tapırdılar, bu yerini yadına saxlayırdılar, gedir. Axşam gəlib yığışırdıq. Gedirdik həmin yerə, saat 2-3-4 belə vaxtlar. Gedirdik, keçirdik buradan, ya podizdən, ya podizdən götürürdük, aparıb satırdıq. Velosiped alğı-satıq olan yerlərine 50 manata, 60 manata, elə sordu 20 manata, 30 manata belə. Azadlıq metrosunun yaxınından 6 adet velosiped uğramışdıq. Ayrı vaxtlarda velosiped uğramışdıq və onlara o velosipedləri aparıb satmışdıq. Neçə? Hamısı ayrı qiymətlərə. Velosipedi nə edirdiniz? Aparıb satırdıq. Hara? Dönərçilərə. Neçə? Hamısı 40 manat, 30 manat, 20 manat. İstintaq zamanı məlum olub ki, dəstə üzvlərindən biri Rəvan Güləliyev 7-ci mikrorayon ərazisində Şərafət Məmişovaya qarşı soyğunçuluq törədib. Saxlanılan şəxslərdən Rəvan Güləliyev zərərçəkən Şərafət Məmişovu 7-ci mikrorayon Məlikov küçəsi ev 29A-nın qarşısında yaxınlaşaraq onun əlindən əl çantasını alaraq alsa yerindən qaçmışdır. Həmin əl çantasının içərisində 75 manat dəyərində ətir, 500 manat dəyərində gümüş zinət əşyaları, bir ədəd LG markalı mobil telefon və 250 manat pul olmuşdur. Gecə vaxtı Sedmoyda bir arva keçirdi, sumka götürmüşük. Əlini ki, avtobusdan düşürdü, çıxıb gedirdi. Sumkaya məcbur olduq. Evə kirə boşlayırıq, kirənin pulu. Tapanmadıq. Biz də neyiniyək, bu əlaca yol atdıq. Saxlanılan şəxslərin ifadəsi zamanı da məlum olub ki, dəstə üzvlərinin indiyə qədər ümumilikdə 6 mənzildən oğurluq ediblər. Lakin bu rəqəmin artacağı istisna edilmir. Deməli, həmin şəxslərdən götürülən maddi sübutlar istintaqa təhvil verilmişdir. Saxlanan hər üç şəxsin digər cinayətlər törətməməsini müəyyən etmək məqsədi ilə ətrafında əməliyyat axtarış tədbirlərini davam etdirilir. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.